Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Salamlayırıq əziz, dəyərli izləyiciləri, müminələri. Allahın izni ilə suların hökmləri 3-cü hissəni qeyd edirik. Bilirsiniz ki, biz keçdik ki, sular 2 növə bölünürdü: mütləq su və ya muzaf su. Mütləq və muzaf su. Mütləq su o suyu idi ki, bildik ki, adi sular kimi və onun 5 dənə qismi var idi ki, onu digər əvvəlki 2 dərsdə qeyd elədik. İndi isə keçdik muzaf suya. Muzaf su haqqında məlumat verdik ki, muzaf su, yəni qarışıq suya deyərlər. Məsələn, qarpız suyu, gülab olsun, meyvə şirəsi, içdiyimiz çay olsun və yaxud da ki, bunun kimi, məsəl üçün, palçıqla qarışmış su olsun. Bir sözlə qarışıq su. Ona deyərlər ki, muzaf su. Qarışıq su, yəni muzaf su pakdır və amma pak edici deyil. Bunu yadda saxlayaq. Baxın, mütləq sudan fərqi odur ki, mütləq su həm pakdır, həm də bir nəcisi pak eləyir. Pak edicidir deyirlər. Lakin muzaf su, həmin bu qarışıq su, məsələn, meyvə suyu, pakdır. Yəni, paltarımıza dəysə, paltarımızı nəcis eləməz, pak bir şeydir. Lakin həmin o nəcis ki var, paltarda olan, onu pak eləyə bilməz. Və qeyd eləyək ki, muzaf su ilə alınan dəstəmaz və qüsul da batildir. Bu, hökmlərin əvvəlincisi idi, onu qeyd elədik ki, muzaf su, daha sonra qeyd eləyək ki, muzaf suya, məsələn, paltarımızda nəcis var. Həmin muzaf su o nəcisə dəysə, onu pak eləməz və özü də murdarlanar, yəni özü də nəcis olar. Yəni, həmin o qarışıq suyun. Sonra, əgər nəcis olmuş muzaf su, baxın, qeyd eləyək ki, istəyir kür miqdarında olsun, yəni biz qeyd elədikdə 348 litr olsun, istəyirsə az miqdarda olsun, yəni ondan az miqdarda. Yəni, muzaf suya, həmin o muzaf su ki var, o miqdarda, ona nəcis tökülsə, onun özü də nəcis olacaq ümumilikdə. Yəni, suyun, həmin o qarışıq suyu bütövlüklə nəcis olunacaq. Ondan sonra, əgər nəcis olmuş muzaf su kür və ya axar suya tökülsə, məsələn, qan ilə qarışmış bir meyvə şirəsidir. Onu biz tökürük axar bir suya. Və bu axar suda, bu o şəkildə aradan gedə ki, biz ona görməyək o suda və yaxud da deməyək ki, burada məsəl üçün bu qarışıq sudan bir əlamət qalıb. O zaman o suyun içində paklanar. Yəni, o axar su pakdır. Pak hesab olunur. Yəni, bu şərtlə ki, dediyimiz kimi, həmin o qanlı şəkildə olan o meyvə şirəsi ki var idi, o suda aradan gedir. Suda artıq o heç bir əlaməti qalmır. Əvvəlcə mütləq olan bir suyun, bilirik ki, bu su əvvəl mütləqdir. Sonradan qarışıq olub olmamasında tərəddüd və yaxud şəkk eləsək, o su mütləq sudur. Qeyd eləyək ki, yəni o su mütləq su hökmündədir. Və yaxud da əvvəlcədən qarışıq olan bir sudur. Sonradan onun indi mütləq su olub olmaması barədə də şəkk eləsək, bu zaman o muzaf su, yəni qarışıq su hökmündə qalır. Və qeyd eləyək ki, həmin o qarışıq su hökmündə də qaldığı üçün onunla da yenə dəstəmaz və qüsul almaq batildir. Ondan sonra, əvvəlcə pak olan bir su, indi isə keçdik pak suya. Bilirik ki, bu su pak idi, əvvəlcədən bilirdik. İndi sonradan şəkdə və yaxud tərəddüddə ki, görən bu pak olaraq yenə qalıb, yoxsa nəcis olubdumu? Yəni, bu şəkildə tərəddüd edilsə, o su pakdır. Yəni, ondan istifadə edib dəstəmaz qüsul edə bilərik. Lakin, əvvəlcədən nəcis olduğunu bildiyimiz su, sonradan onun pak olub olmaması barədə tərəddüd eləsək, o su nəcis hökmündədir. Və yaxud da, əvvəlcədən bilmirik ki, bu su mütləqdir, yəni mütləq sudur və yaxud ya da muzaf sudur, yəni qarışıq sudur, yoxsa mütləq sudur. Bu zaman o su heç bir murdar bir şeyi pak eləyə bilməz.
Və dəstəmaz və qusul da batildir onunla. Yəni bilmirik ki, bu su mütləq sudur, yoxsa muzaf sudur. Əsas ondan gedir. Biz əvvəlcə qeyd elədiyimizdə məsələ o idi ki, biz əvvəlcədən bilirdik ki, bu su mütləq sudur və yaxud muzaf sudur. Amma bu hökmdə bilmirik ki, bu su mütləqdir, yoxsa muzafdır. Lakin bu su ki var idi, bilmədiyimiz həmin bu su, kür miqdarında olsa, yəni 348 litr və yaxud ondan çox olsa, nəcis bir şey ona dəysə, o murdar olmaz. Bu şərtlə ki, rəci dadını dəyişməsin o suyun. Yəni o murdar olmaz, amma murdar bir şeyi paklamaz. Əsas məsələ budur ki, yəni nəcis bir şeyi paklaya bilməz bu su. Ondan sonra müstəhəbdir ki, insan içdiyi su tamamilə təmiz olsun. Baxın, bunu qeyd eləyək ki, insan xəstəlik törədən o sulardan içməyi haramdır şəriətə görə və yaxud da iyli və bulanıq sulardan da içmək məkruhdur, bəyənilmir və yaxşıdır ki, onlardan çəkinək. Demək, digər bir hökm budur ki, özü murdar olan və əti həm də haram olan heyvanlar ki var, itdir, donuzdur və yaxud da ki, insan olsun, məsələn, kafir. Yəni, şəriət baxımından it olsun, donuz olsun və yaxud kafir olsun. Bunlar özləri nəcis hesab olunur və onların içdikləri sular ki var, onlardan artıq qalan nəcisdir, yəni murdar sayılır və biz o sudan içməyimiz haramdır. Ya onların, məsəl üçün, artıq qalan yeməyi olsun, bir itin olsun və yaxud donuzun artıq qaldığı yeməyi olsun, onu da yeməyimiz haramdır. Lakin əti haram olan heyvanlardan, məsəl üçün, pişik. Diqqət edin, həm murdar əti haram olan heyvan, məsəl üçün, itdir və donuzdur. Bu iki heyvandır. Amma əti haram olan heyvan, məsəl üçün, pişik. Pişiyin özü murdar deyil. Onun fərqləri nədir? Baxın, itin həm ağız tüpürcəyi olsun, həm bədəni olsun, tükləri olsun. Bir sözlə desək, it bütünlüklə, yəni ki, murdardır da. Biz əlimiz quru şəkildə yox, yaş şəkildə itə toxundursaq, o əlimizin o hissəsi olacaq nəcis. Amma pişikdə bu belə deyil. Yəni, əti haram olan heyvan fərqlidir. Həm əti haram olan, həm murdar olan heyvan fərqlidir. Bunu istəyirəm, diqqətinizə çatdıram. Və o cümlədən kafir bir kəs olsun. Kafir bir kəs də dırnağından tutmuş saç tükünə kimi nəcis hesab olunur. Yəni, biz kafir bir adamla, məsələn, görüşdüyümüz zaman onun əgər əli suluydusa, bizim əlimizə dəydisə, bizim əlimiz nəcis olur. Gərək gedək, əlimizi su ilə yuyaq. Yəni, o əli paltara vursaq, paltarı da bulayacaq, yəni nəcis eləyəcək. Söhbət bu kəslərdən gedir ki, bu kəslərin artıq qalmış suları və yaxud yeməkləri olsun, onları yemək haramdır. Lakin pişik kimi, pişiyin yalnız əti haramdır, amma özü təmiz heyvandır. Yəni, ağzının suyu təmizdir, yəni pak deyək də, pakdır və yaxud bədəni pakdır. Yəni, əlimiz sulu pişiyə toxunsaq, o əlimiz nəcis olmayacaq. O heyvanların da lakin artıq qalan suyunun istifadə eləmək və yaxud içmək olar. Yəni, lakin şəriət onu bəyənilmir. Yəni, şəriət baxımından bəyənilmir və məkruh hesab edilir. Demək, qeyd elədik, bu suların ümumi hökmlərini nəzərinizə çatdırdıq. Allahdan hər birinizə müvəffəqiyyət və zihin açıqlığı arzu edirik. Vəssalamu aleykum və rəhmətullah.